Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Qarabağ UEFA Çempionlar Liqasının əsas mərhələsinin növbə turunun oyununda doğma meydanda Chelsea İngiltərə ilə qarşılaşıb. Ölkə AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan maç 2 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı Londonlular açıblar. 17-ci dəqiqədə Esteban Bilyan fərqlənib. Ardınca köhlən atlar 2 qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə əzadəganlar məğlubiyyətdən xilas olublar. Alejandro Garnacho 53-cü dəqiqədə hədəfdən yayınmayıb. Bununla da Ağdamlılar cari mövsüm Çempionlar Liqasının liqa mərhələsindəki xallarının sayını 7-yə çatdırıblar. Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv və turda noyabrın 25-də səfərdə İtaliyanın Napoli kollektivinin qonağı olacaq.